Ekranda gördüyünüz sual tipi qəbul imtahanına çox düşən sual tipidir. Gəlin şərtə baxaq. Şərtdə deyilir ki, yay asılan yükün təsiri ilə uzanaraq bir vəziyyətindən iki vəziyyətinə gəlir. Bu zaman yükün yerə nəzərən potensial enerjisi və yayın potensial enerjisi necə dəyişir? Baxın, fikir verin, yükün yerə nəzərən potensial enerjisi və yayın potensial enerjisi soruşulur. Yükün yerə nəzərən potensial enerjisi Y potensial bərabərdir mgh-la hesablanır. Yayın potensial enerjisi isə Y potensial bərabərdir kx kvadratı bölə 2 ilə hesablanacaq. Yəni, siz yükün potensial enerjisini tapmaq istəyəndə mütləq bu düsturu verməlisiniz. Və buradan da aydındır ki, yükün potensial enerjisi hündürlüklə düz asılıdır. Yerdən olan hündürlüklə. Tutaq ki, bax, buranı yer götürürəm. Fikir verin, birincidə yerdən olan hündürlük buradır. H1 deyirəm. Baxın, bura H2-dir. İkinci haldakı. H1 böyükdür yoxsa H2? Əlbəttə ki, H1 böyükdür. Deməli, bir vəziyyətindən iki vəziyyətinə keçəndə hündürlük azaldı. Hündürlük azaldısa, deməli, yükün yerə nəzərən potensial enerjisi də azaldı. Amma yayın potensial enerjisində yay istər dartılsın, istər sıxılsın, fərqi yoxdur. Yayın potensial enerjisi hər zaman artacaq. Deməli, yükün potensial enerjisi azalar, yayın potensial enerjisi artar. Baxın, D bəndi doğru cavabdır.